qayıtmayanda. Elə ya pəncərədən baxırdıq, ya qapıdan girib çıxırdıq, harda qaldı, nə qaldı, telefon varsa zəng edirdiniz. İndi elə uzaqlara getdilər ki, elə getdilər o başa ki. İndi otururam hərdən yazıram ki, bir danış görək orada nə var, nə yox, orada belə var, burada budur. Belə indi ancaq elə xəyalla danışırıq sənlə, xəyalla söhbət edirik. Bu daşların altında o qədər qiymətli balalar yatır ki, təsəvvür eləməzsiniz. Dünyalar yatır. Mən analarımız üçün bir növbəti bir şeir yazıram, elə demək olar ki, az qalır. Orada deyir ki, elə də necə demək sənə, yəni 100 cənnətim olsa nəyimə gərək? Yox, bu qədərdir ya. Dəyəri mən işləmişəm onu bir şəhid qardaşı, bacısı kimi, belə o aspektdən yazdım. Ata kimi yazmamışım, nə də ana kimi yazmamışım. Evlatdır, qardaşdır, atadır, anadır, bax, belə götürmüşüm. Bax, bu cür nə dərdlər, bu cür nə qəmlər bizə yetişdi, biz bunlara hazır deyirik. Mənim qardaş bacılarım, Quran-ı Kərimdə Allah Təvəkkül Teala Hud surəsi 108-ci ayədə buyurur ki, yalnız onlar cənnətə daxil olanda xoşbəxtdirlər. Bir dəfə ad çəkilir. Xoşbəxtliyin adı Quranda bir dəfə zikr olunur. O da qiyamətdə bağışlanmış insanlar üçün. O ki qaldı dünyaya, dünyada onlar nisbi xeyirlər. Birində 10 il, birində 5 il, birində 50 il. Yəni bu dayanmalıdır, hardasa dayanmalıdır. Mən də dünyamı dəyişəcəm, sizlər də dünyamızı dəyişəcəksiniz. Amma yadda qalan bir dənə qəhrəmanlardır ki, ömürlük cavan qaldılar, ömürlük bax belə parlaq qaldılar, ömürlük bax belə mələk kimi qaldılar. Heç bir pis söz bunlara aid ola bilməz, yapışmaz. Bunlara ancaq elə qəhrəmanlıq yaraşır, cəsurluq yaraşır, rəşadət yaraşır, qeyrət yaraşır, namus yaraşır. Nə istəsək, yaxşı, nə var dünyada desək, bunlar üçün alacaq, bu qədərlər. Bu xalqın üzünü parladan, bu xalqın qəlbinə sevinç gətirən ölümü ilə, qanı ilə bir qəhrəmandır ki, nakam talih yaşayır. Çox ağır yol keçir. Mən hazır olmadığım, bu 30 neçə il, 4 ildir ibadət eləyəsən, nə eləyəsən, buna hazır olmayasan, hansısa 18 yaşında, 25 yaşında, 23 yaşında, 30 yaşında, 32 yaşında bir varlıq bunu bir anda sübut eləyər. Mən baş əyirəm onun qarşısında. Baş əyirəm sizlərin anaların qarşısında ki, bütün xalqımız, bütün elimiz, obamız sizlərə borcludur. Kənanın anası buradadır. Həmişə yanıqlı səsini eşidirik. Həmişə yanıqlı çağırır. Yanıqlı o, necə deyim sənə ki, elə bayatı deyim, nə deyim, deyir balası üçün. Gör, qəlb nə qədər şeydir ki. Bax, analar, sizə bir söz deyirəm. Elə bilin ki, bu qəmləri bir tar kimi sinəmizə sıxmışsınız. Bax, belə yaşayırsınız. Belə yaşayırsınız. O gözdən atan yaş qəlbimizdəki odu söndürməyəcək. Bunu mən deyirəm ki, o ölən günümüzəcən elə olacaq. Amma kababı su söndürər, amma onu söndürməz. Bax, belə yaşadır, belə oldu. Allah sizi var eləsin, qədəmlərimiz var olsun, sizə səbirlər versin. Bax, neçə illərdir vəhdət eləmişsiniz, artıq 5-ci il dönümüdür. Qəhrəmanlarımızla vidalaşdığımız ay gəldi, çıxdı. Bu da bizim üçün bir məhərrəmlik ayıdır, bu da bizim üçün bir matəm ayıdır, müsibət ayıdır, dərdli qəmli ayıdır. Nə qədər qapılara cənazə gəldi, nə qədər evlərdən ahvalət göyə qalıqdı. Sən mənim yadıma gəlib pandemiya dövrü o şəhid gələn ev olmadı ki, Sumqayıtın özündə. Orada Sumqayıtdan tanımadığımız insanlar minlərlə axışdılar ora. İndi sağ olsunlar, gəldilər, saygı göstərdilər, iştirak elədilər. Mən istəyərdim ki, ənənəmiz elə həmişə belə vəhşət şəklində olsun. Olmasın ki, bir qəbrin başında bir ana dayansın. Məsəl üçün, o birisində 100-200 adam. Bir yandan baxanda, bir yandan baxanda. Bəzilən görürsən, iradı düzgün qoyurlar ki, bir məclisdə yerə iştirak edirsən, yıqılasan, diyanasan, sözünü deyəsən, deyə bilmirsən, bir sakit, sükut edib dinləyəsən. Bax, bu cür nə olasan. Amma bizim üçün fərqi yoxdur. Bizim üçün fərqi yoxdur. Biz artıq nə qədər məclislərdə olmuşuq, mövludlarda olmuşuq. Onların məsələn, tarix muzeyində, poeziya evlərində gecələri keçirilir. Həmişə almışıq onları, düşünmüşük onları. Bir sözlə, bizdən belə əl çatmaz dünyada olsalar da, biz onlardan əl çəkməmişik. Əl çəkmək də fikrimiz yox. Elə gecəsi də, gündüzü də oturursan belə, deyirəm də deyir, bahar oldu,
ağaclar da gül açdı. Yəni tumurcuqlar da gül açdı. Bağımızda əriklər də, badamlar da gözəlləşdi. İydələrin ətri ətrafı gəzdi, dolaşdı. Axar çaylar aşıb daşar. Şəlalələr pıçıldaşar, ya çeşmələr pıçıldaşar. Gözüm baxar, dilim deyər, canım gözüm hardasan? Səndən ötürü yandı könlüm, hardasan? Ağ göyərçinlərimiz də bala çıxardı. Rəngləri də qar kimi ağappaq. Qoşulub ata-analarına səmalara pərvazlandı. Dolandıqca bu göyləri şirin-şirin qanat salar. Gözüm baxar, dilim deyər, canım gözüm hardasan? Səndən ötürü yandı könlüm, hardasan? İllər keçdi, qız balalar böyüdülər. Nişanlanıb hə dedilər. Ağ paltarda bəy evinə köç etdilər. Qapılarında zurna çalar, təbil vurar. Gözüm baxar, dilim deyər, canım gözüm hardasan? Səndən ötürü yandı könlüm, hardasan? Düşüncələrimiz əzizlərim bax belədir. Yazılarımız da belədir. Bir şey də var, onu oxuyacağım, bütün oxuyacağım. Əziz qəhrəman olun. Allah'tan siz Allah'tan sağlığı versin. O bir balam. Sizin O senen sıra. O cennet, bitirebilme kurban olur. cennet sizin ayaklarınız altındadır. Allah'a hamd olsun. Necə ki şeirimdə yazmışam ki, sensiz yüz cennetim olsun nəyimə gəlir. Yəni, elə bir varlıqsınız ki, elə bir müqəddəssiniz ki, siz bu ölkəyə verdiyiniz faydanı başqaları verməyirdi. Bu uşaqların verdiyi xeyir görün nə qədər olubdu. Nə qədər can fəşində. İndi qabaqdan zəfər gəlir, görəcəksiniz gözünüzlə. Amma istərdim ki, hər bir anda, hər bir çətinlikdə istək və bundan sonra istəklərimiz nə ilə ola bilər? Bu qəhrəmanlarla ola bilər. Mən inanmıram ki, başqa bir nəsə nəfsanlı bir şey olsun. Bax, bunlarla bağlı ola bilər. Kimsə